الرجيم بسم الله الرحمن الرحيم وأذن في الناس بالحج يأتوك رجالا وعلى كل ضامر يأتينا من كل فج عميق صدق الله العلي العظيم يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz və dəyərli möminlər, özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Kərbəla şəhidləri, vətən şəhidlərimiz ruhlarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Cümə günüdür, cümə namazına yığışmışıq, biri digərinin əvvatı haqqında salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Artıq Zilhiccə ayındayıq. Bildiyiniz kimi də artıq zəvvarlar həcc səfərindədir. O cümlədən Hacı Mübariz qardaşımız da həcc səfərindədir. Allah cəmi həcc ziyarətində olan, xüsusilə də Hacı Mübariz qardaşımızın ziyarətini qəbul eləsin və onu sağlıqla vətəninə çatdırsın. Allah arzusunda olan hər bir kəsə də bu gözəl ziyarəti nəsib etsin. Elə bu səbəblə də Zilhiccə ayı olduğu üçün də, həcc ərəfəsi olduğu üçün də bu cümə mövzumuz həcc ibadəti haqqında olacaq. Həcc ibadətinin fəlsəfəsi, həcc nədir? Bu mövzuda danışacağıq. Birinci növbədə xutbənin əvvəlində qeyd etdiyim ayədə orada o haqda bəhs olunur ki, Həzrəti İbrahim ki, Kəbə evinin təmirini tamamladı, bitirdi. Allah Həzrəti İbrahimə buyurdu ki, insanları həccə çağır. Onlar sənin səsinə hər cür uzaq yollardan gələcəklər. Həzrəti İbrahim isə bunun cavabında dedi ki, ilahi, mənim səsim necə insanlara çatacaq? Buradan mənim səsim necə insanlara çata bilər? Allah Həzrəti İbrahimə buyurdu vəhiy vasitəsilə ki, sən çağır, səslən insanlara, mən sənin səsini insanlara çatdıracağım. Və Həzrəti İbrahim deyildiyi kimi, həmin məqam deyilən yerdə insanlara səsləndi və Allah onun səsini bütün şərqdə və qərbdə olan insanlara, hətta atasının sülbündə, anasının bətnində olan uşaqlara belə çatdırdı onun səsini. Və indi gördüyünüz kimi həcc səfərində gələnlər, həcc ziyarətinə gələnlər Həzrəti İbrahimin səsinə səs verənlərdir. Həzrəti İbrahimin bu çağırışından sonra belə bir səs gəldi ki, Ləbbeyk, Allahümmə ləbbeyk. Biz səninləyik, ilahi. Və qiyamət gününə qədər də şərqdən və qərbdən insanlar axın Həzrəti İbrahimin çağırışına uyğun olaraq həcc səfərinə gəlirlər. Bəs indi bu həccin fəlsəfəsi nədir? Həcc təkcə rituallardan, yerinə yetirən o əməllərdən ibarətdir. Biri getdi, ehram geydi, əməlləri yerinə yetirdi. Bununla hazır oldu, bu kifayət edirmi? Yox, həccin dərin bir fəlsəfəsi var. Və o ki, hədislərdə gəlib ki, həcc qılan insanın bütün günahları bağışlanar, məhz bu kamil şəkildə həcc qılan insana aiddir. Necə ki, Ramazan orucunun bir zahiri oruç tutanı var, bir də batinən oruç tutanı var. Həccdə də belədir, həcc ibadətində də belədir. Necə ki, Ramazanda bütün günü az qalmaqla, susuz qalmaqla insan bir yerə gedib çatmır. Gərək Ramazan orucun batininə əməl eləsin, digər əməllərdən də özünü çəkindirsin. Həcc də belədir. Həccdə təkcə ritualları yerinə yetirməkdən ibarət deyil. Gərək insan onun fəlsəfəsini dərk eləsin. O əməllərin fəlsəfəsini dərk eləyə bu əməlləri icra etsin ki, onun həcci kamil olsun. Yoxsa biri hayküyə düşərək, riya məqsədi ilə həccə gedirsə, biri turistik səfərdən fərqli olmayan bir şəkildə həccə gedib, həcci icra edirsə, heç də bu kamil həcc deyil. Həccə gələnlərin əksəriyyəti çoxluğuna baxmağa ehtiyac yoxdur. Onların yalnız bir hissəsi kamil həccə riayət edərək
həccin fəlsəfəsini dərk edərək həccə gedirlər. İndi baxaq görək ki, həccin fəlsəfəsi nədir? Quran-ı Kərimdə həcclə əlaqəli olan bir surə var, Həcc surəsi var. Məhz bu Həcc surəsinin başlanğıcına biz baxsaq, görərik ki, Həcc surəsinin başlanğıcında elə bizə həccin fəlsəfəsini başa salır Allah. Həcc surəsinin başlanğıcında qiyamət təsviri ilə başlayır. Qiyamət təsviri ilə başlayır, yəni ki, həccə gedən insanlar qiyaməti yaşayırlar. Həccə qiyaməti suğra da deyilir, yəni kiçik qiyamət. Həccə gedən insan qiyamət olmamışdan qabaq gərək özü qiyaməti orada yaşasın, dərk eləsin və onunla paşlansın. Həccdə baxsaz, görsəz ki, bütün həccə gedən insanlar bütün dünyəvi bəzəklərdən uzaqlaşırlar, dünyanı geridə qoyurlar və hamı mənsəbindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq hamı ağ ehrama bürünür. Bu da insanlara qiyaməti xatırladır ki, qiyamətdə insanlar da mənsəbindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq həşr olunarkən eyni şəkildə həşr olunacaqlar, ağ qiyafədə həşr olunacaqlar. Hər bir növ insana qiyaməti xatırladır və insan üçün şərait yaradır ki, insan qiyaməti qiyamətdən öncə yaşasın və dünyəvi asılılıqlardan azad olsun. Dünyəvi asılılıqlardan azad olsun. Həmçinin həccə gələn insan artıq bütün dünyəvi asılılıqlardan azad olduğu üçün artıq özü ilə tanış olmuş olur. Öz real məni ilə, həqiqi məni ilə mən kiməm sualına cavab axtarmağa başlayır. Həcc bunun üçün böyük bir fürsətdir. İnsanın üç növ məni var. Psixologlar qeyd edirlər ki, insanın daxilində üç növ mən var. Bir sosial məndir. Sosial mən nədir? Məsələn, cəmaət məni necə tanıyır? Mən cəmaatın içində necəyəm? Cəmaatdan soruşanda ki, falan kəs necə biridir? Cəmaatın tanıdığı mənim sosial mənimdir. İkinci mən ideal məndir. İdeal mən odur ki, mən necə olmaq istəyirəm, özümü necə görürəm. Bu insanın ideal mənidir. Amma üçüncü mən isə həqiqi, real məndir. Mən əslində kiməm? Və insanın əsas bu suala cavab axtarmalıdır ki, mən kiməm? Və psixologlar qeyd edirlər ki, insan bu üç mənni arasında ziddiyyət olmayanda, onları birləşdirəndə xoşbəxt olur. Birinci növbədə nə etmək lazımdır? İnsan öz real mənini tapmalıdır. Mən kiməm sualına cavab tapmalıdır. Və bu suala uyğun olaraq da öz sosial mənini və ideal mənini də buna uyğun tənzimləməlidir. Belə olan halda insan mənləri arasında ziddiyyət olmayanda insan xoşbəxt olur, həyatdan ləzzət alaraq yaşayır. Yoxsa cəmaat içində mən başqa cürəm, öz nəzərimdə tutduğum mən başqa cürdür, amma realda, həqiqətdə mən başqa cürəm. Bu, insanın içində daim çaxnaşma yaradır. Bunun yolu nədir bəs? Necə eləyək ki, insan öz real mənini uyğunlaşdırsın. Bunun üçün birinci insan özünü tanımalıdır və mən kiməm sualına cavab verməlidir. Bunun da əsas ünvanı məhz həcdir. Həcdəki olan əməllərdən biri, hacılar Zilhiccə ayının 9-cu günü Ərəfat çölünə üst tuturlar. Ərəfat nə deməkdir? Ərəfə sözü ərəb dilindən tanımaq mənasını bildirir. Yəni bu çöl fürsət yaradır ki, insan özünü tanısın. Bu çöl haqqında bir çox hədislər qeyd olunur ki, niyə görə burası Ərəfat adlanır? Biri budur ki, deyirlər ki, Həzrəti Adəm, Həzrəti Həvvanı burada tanıdı. Bu bir versiyadır. İkinci versiya budur ki, Həzrəti Cəbrail, Həzrəti İbrahimə həccin əməllərini burada öyrətdi, burada tanıtdırdı. Buna görə burası Ərəfat adlanır. Amma əsas bu yerin Ərəfat adlanmasının özəyi odur ki, burada olan insanlar özünü tanımağa çalışsın. İnsan burada bütün dünyəvi asılılıqlardan, mal dövlətindən, evladlarından, hər şeydən ayrı düşərək tək qalır, özü ilə baş-başa qalır və özünü sorğulamağa başlamalıdır bu çöldə, özünü tanımağa başlamalıdır. O, Həzrət Əlinin kəlamında da var ki, mən ərəfə nəfsə və ərəfə Rəbbə, kim özünü tanısa Rəbbini tanıyar. Baxın, buradakı ərəfə sözü də elə bu ərəfat sözünü buradan gəlir. Yəni, hər şey başlıca insanın özünü tanımasından başlayır. İnsan özünü tanısa, Rəbbini tanıyar. Necə ki, xanım Züleyxa birinci növbədə bütün
Hər şeyi əlindən çıxdı, var dövləti əlindən çıxdı, yan-yörəsi əlindən çıxdı, bütün xidmətçiləri əlindən çıxdı. Axırda necə qaldı? Tək qaldı. Tək qalandan sonra başladı özünü sorğulamağa, başladı axtarmağa və yavaş-yavaş gəlib özünü tapdı və özünü tapan kimi də Rəbbini tapdı. Və Ərəfat gölü də məhz bunun üçündür ki, insan özünü tapsın, mən kiməm sualına cavab versin. Deyirlər ki, qəbrin sorğu-sualı çətindir. Qəbrin sorğu-sualı nədir? Qəbir dəfində iştirak edənlər bilirlər də, təlqində görürlər ki, orada nə suallardır da, mələklər gəlib, Nəkir-Münkər gəlib, cənazəyə nə suallar verir? Birinci sualı olur ki, mən Rəbbuk, Rəbbun kimdir? Rəbbin kimdir? Bunu sıravi bir insandan, müsəlmandan soruşsa, dərhal cavab verəcək ki, əlbəttə Rəbbim Allahdır. Çünki niyə görə? İnsan buna beyni ilə cavab verir. Beynində artıq bilir ki, Rəbbi tək olan Allahdır. Amma gəlin qəlbimizdən soruşaq. Görək, həqiqətənmi? Qəlbimiz də bunu təsdiqləyirmi? Rəbbim Allahdır. Yoxsa qəlbimiz tamamilə başqa bir şey deyir. Ona görə qəbrin sorğu-sualı çətindir. Çünki qəbirdə bizim beynimiz cavab verməyəcək, beyinlə cavab verməyəcək, qəlbimiz cavab verəcək, ruhumuz cavab verəcək. Ruhumuzda Rəbb olaraq kimi hopdurmuşuqsa, kimi qəbul etmişiksə, qəlbimiz də ona uyğun cavab verəcək. Bunu necə tapa bilərik? İnsan baxsın, görsün ki, ömrü boyu kimin sözü ilə oturub durur? Allahın bir situasiya ilə qarşılaşdıqda orada Allahın əmrini üstün tutur, yoxsa nəfsinin əmrini üstün tutur? Baxın, əsas sualın cavabı buradadır. Burada bilinir ki, mənim Rəbbim kimdir? Burada ona cavab tapmaq olur. Əgər insan ömrü boyu nəfsinin nəfsinin əmri ilə oturub durursa, nəfsi nə deyirsə, onu eləyirsə, dildə hey desin ki, mənim Rəbbim Allahdır, amma qəlb bunun ziddinə gedir. Və bu səbəblə də qəbirdə həmin insanın qəlbi cavab verəcək ki, nəfsim mənim Rəbbimdir. İnsan burada səsinə düşəcək. Və digər suallarda da Peyğəmbərin kim olduğunu soruşanda, kitabının kim olduğunu soruşanda da kimin sözü ilə oturub durubsa, nə ilə gedibsə, həyatını nəyə uyğun yaşayıbsa, insan ixtiyarsız şəkildə o cür cavab verəcək. Biz deməli qəbirdəki mən Rəbbuk sualının cavabını burada hazırlayırıq. Burada ona cavab verməliyik. Burada əgər Rəbbimiz Allah olaraq qəbul edib onun dediklərinə əməl ediriksə, qəbirdə də biz bu şəkildə cavab verəcəyik. Həmçinin bu mövzu geniş deyil. Mən kiməm mövzusu çox geniş bir mövzudur ki, hər şey onun üzərində dayanır. İnsan əgər özünü dərk eləsə, öz kimliyini kəşf eləsə, həyatındakı bir çox problemləri həll eləyər. Bu mövzuda geniş şəkildə danışa bilərik, amma mən istəmirəm ki, mövzudan kənara çıxım. Mövzumuz həcc olduğu üçün yenə də həcc istiqamətində davam edeyim. Həccin digər bir əməllərindən biri də Səfa və Mərvə arasında səy etməkdir. Səfa və Mərvə arasında səy etməkdir. Bunun tarixi necədir? Səfa və Mərvə arasında səy etməyin. Həzrəti İbrahim, Allah ona əmr elədi ki, sən öz körpə evladın Həzrəti İsmaili öz xanımın Hazərlə birlikdə aparıb bu çöldə, səhralıqda tək buraxırsan. Həzrəti İbrahim də buna razı oldu canla başla. Çünki Allahın xəlil bəndəsi idi, dostuydu. Və xanım Hazər də buna razı oldu. Çünki Allaha tam qəlbdə imanları var idi. Və orada susuzluq, azlıq və məşəqqətlə qarşılaşanda Həzrəti Hacər ümidsizliyə düşmədi. Başladı səy etməyə Səfa və Mərvə dağlarının arasında. Yorulmadı. Əlacsız kəsiləndə belə yorulmadı. Əlini heç nədən üzmədi. Çünki tam ümidi Allaha var idi. Və sonunda Allah onları zəmzəm suyu ilə mükafatlandırdı. Məhz bu həcc bizə nəyi xatırladır? Həcc qılan bu Səfa və Mərvə arasında səy edən hacı üçün bir həyat motivasiyasıdır. İnsan gərək həyatda da belə olsun. Həyatda da insanın ayağı büdrəyən kimi dərhal ümiddən düşməsin. Dərhal ümidsizliyə qapılmasın. Son nəfəsinə dək insan ümidlə həyatında yol alsın. Bu Səfa və Mərvə arasında səy bunu insana öyrədir. O həyat motivasiyasıdır bu.
İnsan gərək tezliklə yorulmasın həyatda da. Çətinliklər həyatın özəyidir, çətinlik. Çətinliksiz həyat yoxdur. Peyğəmbər üçün də çətinlik gəlib. Adi hərənin tutumuna görə çətinlik gəlib. İnsanın iç üzü burada çıxır ki, burada insan ümidini itirir ya yox. Əgər ümidini itirsə, deməli ki, onun Allaha olan imanı zəifdir. Amma Həzrəti Hacər kimi son ana qədər ümidini itirmirsə, deməli Allahla olan rabitəsi onun güclüdür. Bəs Həzrəti Hacər bu əməlinə görə necə mükafatlandı? Necə mükafatlandı Həzrəti Hacər bu əməlinə görə? Həzrəti İbrahim ki, ona dedi ki, Allahın əmri budur ki, sizi bu çöldə buraxıb gedin. Həzrəti Hacər dedi ki, Allahın əmridirsə, baş üstə. Əgər görürsünüz necə saf qəlblə, tam təqva ilə, təqvanın yüksək dərəcəsi ilə Allaha bağlı bir xanım idi. Allah onun bu təqvasının müqabilində onu necə mükafatlandırdı? Onun evladı Həzrəti İsmailin nəslindən sonuncu peyğəmbəri qərar verdi. Və digər əimmə-i ətharı da həmin Həzrəti Hacərin nəslindən qərar verdi. Baxın, yalnız pak əhl-i-beyt, pak peyğəmbərlər belə bir xanımın nəslindən ola bilərdi. Və həcc də bunu bizə çatdırır. Ki, biz insan gərək həcc qılanda bunları dərk edə, bunların fəlsəfəsini bilə-bilə etsin ki, insanın həcci kamil olsun. Yoxsa insan getsin, ziyarət eləsin, Səfa və Mərvə arasında səy eləsin, başa düşməsin ki, neyniyir. Və Ərəfat çölünə getsin, başa düşməsin ki, neyniyir. Və sonradan yenidən qayıdıb gəlsin, bu insanın həyatında nə kimi dəyişiklik eləyə bilər. Amma insan həccin fəlsəfəsini bilərək bunları yerinə yetirsə, insan hacdan qayıdandan sonra artıq insanın həyatında böyük bir dəyişiklik olacaq. Və bu qıldığı hac onun həyatına istiqamət verəcək. Onun həyatına istiqamət vermiş olacaq. Əks halda bir şəxs həccə getsin ki, mənə də hacı desinlər. Bunun üçün hacca getsin. Ya bir şəxs görsün ki, mənim qonşum hacca gedir, mən də hacca gedim. Amma başa düşməsin, hara gedir, niyə gedir? Bu haccın onun həyatında heç bir dəyişiklik etməyəcək. Çünki unutmayaq ki, Şimir də həccə getmişdi. Şimir də həccə getmiş idi. Neçə dəfələrlə həccə getmişdi. Amma nə oldu axırı Şimirin? Şimirin axırı zəlalətlə bitdi. Niyə görə? Çünki Şimir təfəkkürsüz şəkildə həccə getmişdi. Həccin fəlsəfəsini dərk etmədən həccə getmişdi. Mən bu mövzunu çox toxunuram, təfəkkür mövzusuna. Namaza gələndə təfəkkürdən, məhərrəmliyə gələndə təfəkkürdən. Çünki həyatın özəyi budur. Hər bir əməl təfəkkürsüz olanda onun heç bir mənası olmur. İnsanın həyatına heç bir təsiri olmur. Mütləq şəkildə həcc də gərək təfəkkürə əsaslansın. İnsan başa düşsün ki, nə edir və niyə edir? Bu suallara cavab verərək bunları etsin. Həccin digər bir mənası da, həccin ictimai bir fəlsəfəsi də vardır ki, kimliyindən asılı olmayaraq, vəzifəsindən, irqindən, məzhəbindən asılı olmayaraq hər bir şəxs bərabər şəkildə bir yerdə Kəbə evini təvaf eləyirlər. Yəni, bu da bildirir ki, Allah üçün önəmli vəzifə, irq, digər şeylər deyil. Əsas önəmli təqvadır. Ki, qiyamətdə də insanlar həşr olunanda insanla bərabər təqvası qalacaq. Digər bütün şeylər hamısı ortadan çəkilib gedəcək. İnsan bunu öncədən başa düşsə, onda digər şeylərdən özü rahat şəkildə qopa biləcək. Bir hədis deyib, mövzunu tamamlayıram, vaxtınızı çox almayayım. İmam Sadiq əleyhissalam buyurur ki, həcc iki qismdir. Bir, Allah üçün edilən həcc, bir də cəmaat üçün edilən həcc. Allah üçün edilən həccin mükafatı qiyamətdə Allah özü verəcək. Amma cəmaat üçün edilən həccin isə Allah qiyamətdə cəmaatın ixtiyarına buraxacaq həmin şəxsi ki, necə ki, cəmaata görə hac qılmışdın ki, mənə həyatda hacı desinlər, mənə hörmət eləsinlər, bunu əldə elədin həyatda. Amma bu tərəf üçün sənin bir şeyin yoxdur. Allah Taala bizləri həqiqi həcc qılmağı nəsib eləsin.
Allah Taala həcdə olanların ziyarətini qəbul edib, onları vətənlərinə sağ-salamat şəkildə